Türkiye'nin yeni ağıllı silahı Baykar K2 pilotsuz uçan aparatları resmen nümayiş ettirildi. K2 Kamikaze dronu öz sinfinde dünyanın en büyük ve en ağıllı pilotsuz uçan aparatı hesab edilir. Bu dronları rəqiblərindən fərqləndirən ən böyük özəlliyi beynindədir. Radioelektron mübarizə şəraitində K2 dronları öz kameraları və süni intellektli görmə sistemi vasitəsilə relyefi tanıyaraq hədəfini tapır. Sadə dildə desək, düşmən xüsusi cihazlarla GPS sistemini sıradan çıxarsa da, dronlar uçmağa davam edir. Dronla əlaqə kəsilsə, süni intellekt fəaliyyətə keçir. Dron əvvəlcədən müəyyən edilmiş, fotosu yüklənmiş hədəfi tapıb məhv edir. Süni intellekt sayəsində K2 dronları qrup halında bir-biri ilə koordinasiyalı şəkildə uça və hücum edə bilir. Bu isə hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasını çətinləşdirir. İranın Şahid 136 dronu 30-50 kiloqram, İsrailin Harov dronu 23 kiloqram sursat daşıya bilir. Bayraktar K2 isə 200 kiloqram döyüş başlıqlı sursat daşıya bilir. Uçuş mənzili 2000 kilometrdən artıqdır. Saatda 200 kilometrdən yüksək sürətlə uçur. 13 saatdan çox havada qalır. K2 sanki dron deyil, raketdir. Rəqiblərindən fərqləndirən cəhətlərdən biri də budur ki, hədəfi məhv etdikdən sonra geri qayıda bilir. Bu isə hərbi xərclərə xeyli qənaət deməkdir. Uçuş mənzilinin 2000 kilometrdən çox olması Türkiyənin çəkindiricilik gücünü qitlərarası səviyyəyə çatdırır.